Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün həm MİQ, həm sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün dəstək məqsədi ilə növbəti sınaq suallarımızın izahı verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Sınaq suallarımız yeni metodik çərçivə sənədi əsasında hazırlanmışdır və imtahanlarda sizə hansı mövzulardan daha çox suallar istifadə olunacaq, o mövzulara toxunulmuşdur. Bundan əlavə olaraq bizim dərs qruplarımızdan və sınaq qruplarımızdan yararlanmaq istəyirsinizsə 051 644 31 54 nömrəsinə yazaraq həm ödənişli, həm də ödənişsiz qruplarımızdan yararlana bilərsiniz. Noyabr ayının 18-nə kimi qeydiyyatdan keçən hər bir müəllimə zəfər ayına özəl olaraq ödəniş bir fən üçün 20 manat olacaq. Keçək suallarımıza. İlk sualımız belədir ki, 6 vahid artan sırayla düzülmüş ardıcıllığın ilk üç həddinin ədədi ortası 26-ya bərabərdir. Bu ardıcıllığın 5-ci həddini tapın. Deməli, 6 vahid artan sıra deyirsə, birinci x plus x plus 6 plus x plus 12. Yəni, ardıcıllıq belədir. 1 ədəd, 2 ədəd, 3 ədəd. Bu tiplərdə biz və nəticə nəyə bərabərdir? Düzülmüş ardıcıllığın ilk 3 həddinin ədədi ortası 26-ya bərabərdir. O zaman 26-nı vuracaq 3-ə. X-ləri toplasaq, 3x plus 18 bərabərdir. 26-nı da 3-ə vursaq, 78 edəcək. 3x bərabərdir. 78-dən 18 çıxsaq 60. X də bərabərdir 20. Aparıb 3-cü həddin yerinə qoysaq, 20 üstə 12, 32. 32 bizə 3-cü ədəd verdi. 4-cü ədəd bundan nə qədər artıqdır? 6 vahid artıqdır. 38 olacaq 4. 38-in üstünə də təzədən biz 6 vahidi gəlsək, olacaq 5-ci ədəd 44. Bizdən elə 5-ci ədəd istədiyinə görə 5-ci həddimiz olacaq neçə? 44. Keçək növbəti suala. İkinci sual belədir ki, motosikletçi evdən yola düşdükdən 1 saat sonra dostu ilə görüşüb olduqları yerdən 35 dəqiqə məsafədə olan əyləncə mərkəzinə gedir. 1 saat 20 dəqiqə əyləncə mərkəzində vaxt keçirdikdən sonra evə qayıdır. Yolda 25 dəqiqə vaxt itirən motosikletçi saat 16:50-də evə çatarsa, motosikletçinin evdən çıxdığı saatı tapın. Bu adam deməli 1 saat 10 dəqiqə yola düşdükdən sonra vaxt itirir, dostu ilə görüşür. 35 dəqiqə yenə yolda olurlar. 35 dəqiqədən sonra əyləncə mərkəzinə çatırlar. Bu bizə nə qədər verir? 1 saat 45 dəqiqə. İndi 1 saat 45 dəqiqədən sonra 1 saat 20 dəqiqə əyləncə mərkəzində olur. 1 saat 20 dəqiqənin üstünə gəlsək, bu bizə verəcək neçə? 45 ilə 20, 05 yazaram, 1 saat götürürəm, 3 saat 05 dəqiqə. Yəni 3 saat 5 dəqiqə zaman itirir. Təzədən yolda 25 dəqiqə zaman itirir. O zaman 3 0,5-in üzərinə 25 dəqiqəndə gəlirəm. Olur 3 saat 30 dəqiqə. Əgər bu 16:50-də evə çatıbsa, 16:50-dən biz 3:30-u çıxmalıyıq. Bura qalacaq 20, bura qalacaqsa 13. 13:20-də evdən çıxıb. Doğru cavabımız olacaq C variantı. Növbəti sual. Deyir ki, Kater göldə 3 saata 54 kilometr yol gedir. Axın ilə 4 saata 88 kilometr yol getdi. Və 6 saatda çayın axınla qarşı yol getdi. Kater cəmi neçə kilometr yol getdi? Baxaq.
54'ü böləcəm 3-ə 18. Bu katerin öz sürətidir. 88-i bölərəm 4-ə 22 axın ilə sürəti. Yəni kater plus çay bərabərdir 22. Kater məlumdur 18-dir. Çay o zaman neçə olar? 4 olar. Axına qarşı da istəyir bizdən 6 saat. 18-dən çıxaram 4-ü, vuracam 6-ya. Bu da bizə verəcək neçə? 84 kilometr. Ümumi nə qədər yol gedib? 54 üzərinə 88 üzərinə 84. Ümumi gedən yol budur. 226 kilometr. Elə bizdən də bunu tələb edir. Növbəti sualımız 4 nömrəli sualdır. Yüzlüklərə qədər yuvarlaqlaşdırıb 9-a vurduqda hasildə 5400 alınan rəqəmləri fərqli ən böyük 3 rəqəmli cüt ədədin rəqəmləri cəmi neçədir? Ümumiyyətlə, yüzlüklərə qədər yuvarlaqlaşdırıb 9-a vurub 5400 alırıqsa, 5400-ü bölürük 9-a. Olur 600. Yüzlüklərə qədər yuvarlaqlaşdıran zaman üzərinə hər zaman neçə gəlirdi? 49. Oldu 649. Amma bizə deyir ki, cüt ədəd olsun. Ən böyük 3 rəqəmli cüt ədəd olsun. 648 şərti bizim şərti ödəyəcək. Olacaq 648. Bunda rəqəmlərin cəmini istəyirsə 18-ə bərabərdir. Doğru cavab D variantında qeyd olunub. Növbəti bir sual. Bir şəhərdən digərinə qayıdan avtomobil sürətini 20 km artırır və bu yolu 6 saata qayıdır. İki şəhər arasında məsafə 480 km olarsa, avtomobilin əvvəlki sürətini tapmaq üçün uyğun tənliyi müəyyən edin. Bizə avtomobilin əvvəlki sürətini tapmaq üçün. Əvvəlki tənliyi tapmaq üçün, əvvəlki sürəti V X-dır, bilmirik. X plus 20 km artırsam və vursam 6-ya bizə ümumi məsafəni verəcək. Yəni bu ifadəni bizdən tələb edir. Sadəcə olaraq bəzən suallarda ifadə qurmağı tələb edir. X plus 20 vur 6 bərabərdir 480. C variantında doğru cavabımız qeyd olunub. Növbəti bir sual. 6 nömrəli. Ölçüləri 4 metr, 6 metr və 8 metr olan kuboid formalı ambarın 12-də 1 hissəsi taxta ilə doludur. 4 metr kub taxtanın kütləsi 3 ton olarsa, ambarda neçə kiloqram taxta var? Kuboid deyirsə, yəni düzbucaqlı paralelepiped formasındadır. Bu zaman ambar həcmin tapacağıq biz. V bərabərdir A vur B vur C. Yəni 4 vur 6 vur 8. Bizə verir 192 metr kub. Və bunun 192 metr kubun 12-də 1 hissəsi taxta ilə doludur. Bura qədər məlumdur. Yəni 192-nin 12-də 1 hissəsini tapıram. Bərabərdir neçəyə? 16 metr kuba. 16 metr kub. Və bizə deyir ki, 4 metr kub taxtanın kütləsi 3 tondur. 4 metr kub taxtanın kütləsi 3 tondur. Bəs 16 metr kubun neçə ton olar? 16-nın içərisində 4-ümüz neçə dəfədir? Yəni belə də yaza bilərik. 16 metr kubda X yaza bilərik. X də 16-nın içərisində 4, elə 4 dəfədir. 3-ü də 4-ə vursaq 12 ton olacaq. İndi baxaq. 12 tonumuzda kiloqrama çevirsək 1000-ə vuracaq. 12.000. Doğru cavabımız B variantında qeyd olunub. Növbəti sualımız 7 nömrəli sualdır. A bərabərdir 5-də 2, B bərabərdir 0,1000-də 508, C bərabərdir 0,166, D də bərabərdir 0,1000-də 606. Bunu da çevirək onluq kəsrə. İşimiz tam rahat olsun.
2-ni 5-ə bölsək 0,4 düşər. Müqayisə edin deyirsə, gəlin kiçikdən böyüyə gedək. Məsələn, ən kiçiyi burada 0,4-dür. A kiçikdir nədən? B-dən. B kiçikdir D-dən. B kiçikdir D-dən. D də kiçik olacaq. D də kiçik olacaq C-dən. Baxaq. A kiçikdir B-dən. B kiçikdir D-dən. D də kiçikdir C-dən. Çünki burada məsələn 0,4-ün arxasında nə qədər sıfır açsaq, hamısını məsələn yaza bilərik. Baxın 0,508, 0,660, 0,606. Müqayisə eləmə sıfırlara baxmırıq. Sanki bunlar yox kimi görürük. Və ədədlərə baxırıq. 400, 508, 660, 606. Bu qaydada da müqayisənizi apara bilərsiniz. Növbəti bir sual, 8 nömrəli sualdır. Deyir ki, bir mağaza 1800 manatlıq malın 3/2 hissəsini 20% artım oldu. Qalan hissəsi isə qiymətindən 10% endirim etdi. Mağazada malın ümumi qiyməti endirim və artımdan sonra neçə manat oldu? 1800 manatdırsa, 1800 manat. Bunun 3/2 hissəsi nə qədər eləyir? 1200 manat. Və 1200 manatı 20% artım oldu. Biz o zaman 1200'ü vururuq 20'ye faizini tapırıq. 20%'i bölürük 100'e 240 edir. Artım deyirsə toplayacaq. 1200'ün üzərinə 240'ı gələcəm. Oldu neçə? 1440. Və nəticə nə qədər? 1440 hələ ki 20%-dir. Qalan hissəsi. 1200'ü 1800'dən qalan hissə nə qədərdir? 1200'ü çıxıram, yerdə qalır 600. Və 600'ü 10% endirim edib. Vururam ona, bölürəm 100'ə. Bu da 10%'i bizə verir neçə? 60. Əgər endirim edibsə, 600'dən çıxırıq 60'ı. Qalır nə qədər? 540. 440'la 1440'la 540'ı toplayacağım. Toplayaq buradan 1440 üzərinə 540. Nəticə 1980 verir. Ən sonda qiymət bu olacaq. Yəni bizdən elə qiyməti soruşur. Artımdan sonra neçə manat oldu? Və yaxud da azalmadan sonra 1980 manat oldu. Növbəti sualımız 9 nömrəli sualdır. Deyir ki, bağçada armud ağaclarının sayı alma ağaclarının sayının 4/3 hissəsinin 3 ədəd çoxdur. Bağçada cəmi 38 ağac varsa, armud ağacları alma ağaclarına neçə ədəd azdır? Deməli, armud ağacları alma ağaclarına nə qədər azdır? Gəlin baxaq. Alma, armud. Məxrəcə baxıram, alma ağaclarının 4x götürürəm. Və bizə deyir ki, armud ağaclarının sayı almaların sayının 4/3 hissəsindən 3 ədəd çoxdur. 4'ün 4/3'ü 3x eləyir. Bir də 3 vahid çoxdursa plus 3 gəlir. Və nəticə nəyə bərabərdir? 38'ə. Olacaq 7x üzərinə 3 bərabərdir 38. 7x bərabərdir 35. X də bərabərdir 5'ə. İndi almanı istəyirsə, alma 5/4'ün 20 ağacdır. Armudu istəyirsə 5/3'ün 15, o da 3, 18. Aradakı fərqlər nə qədərdir? 2. Doğru cavab olacaq A variantı. Növbəti bir sual. Deyir ki, Anarın 6 il əvvəlki yaşı Muradın 2 il sonraki yaşının yarısına bərabərdir. Hazırda Anarın yaşı Muradın yaşından 8 il azdır. Və Anarın indiki yaşı neçədir? Və Anar, bir də Murad. Gəlin 6 il əvvəlki prosesə baxaq. Anarın 6 il əvvəlki yaşı Muradın 2 il sonraki yaşının yarısına bərabərdir. Muradın indi 2x yaşını götürək. 2 il sonraki yaşını götürək.
2 il sonraki yaşı. 2x götürək. O zaman bu neçə olacaq? X olacaq. 6 il əvvəlki yaşı oldu x. Və indiki vəziyyətə gətirmək üçün anarın yaşının üstünə 6 gətirirəm. İndiki vəziyyətə gələr. Muradın yaşı isə 2x 2 il sonraki yaşı idi. 2 çıxaram ki, indiki vəziyyətə gəlsin. Sonra bizə deyir ki, hazırda anarın yaşı Muradın yaşından 8 il azdır. Hazırda, yəni bu vəziyyətdə x plus 6 anarın yaşının üzərinə 8 gəlsə Muradın yaşına bərabər olacaq. 2x minus 2-yə bərabər olacaq. Buradan x plus 14 olacaq. Bərabərdir 2x minus 2-yə. Və 2x-dən x çıxaram. X qalar. 14-dən də 2, 16. 16, 6 il əvvəlki anarın yaşıdır. Bəs indiki yaşı 6 gəlməli üstünə. 16 ilə də 6-nın cəmi bizə verir 22. Doğru cavab E variantında qeyd olunub. Növbəti bir sual. DF üçbucağında F bucağı düz bucağın 5də 3 hissəsindən 5 dərəcə böyük. E bucağından isə 25 dərəcə kiçikdir. Buna görə D bucağı və üçbucağın növünü tapın. Aha. Ümumiyyətlə DF üçbucağında F bucağı düz bucağın. Gəlin bir dənə üçbucaq çəkək. Üçbucaq çəkək. D, E, F. Əgər ki F bucağı düz bucağın 5də 3 hissəsindən 5 dərəcə böyükdürsə, düz bucaq 90 dərəcəli bucaqdır. Bunun 5də 3-ün üstünə də 5 gələcək. Bizə verəcək 5-ə bölüb 3-ə vursaq 54, o da 5, 59. F bucağı oldu 59 dərəcəli bir bucaq. Sonra bizə deyir ki, E bucağından isə 25 dərəcə kiçikdir. 59-un üzərinə 25 gələrik. 84 dərəcəli bucaq D bucağı olacaq. Biz də bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi neçəyə bərabərdir? 180-ə. Buradan məlum bucaqlar 59-u və 84-ü çıxırıq. Yerdə qalır 37 dərəcəli bucaq. 37 dərəcəli bucaq, E bucaqdır. Bizdən D bucağını istəyirdi. D bucağı isə 37 dərəcəli bucaqdır. Və 37 dərəcəli bucaq iti bucaq adlanır. Və müxtəlif tərəfli üçbucaq. Yəni biri 59, biri 84, biri 37-dirsə, burada müxtəlif tərəfli üçbucaqdan 37 iti bucaqlı müxtəlif tərəfli bucaq. Doğru cavab olacaq D variantı. Növbəti bir sual. 12 nömrəli sualdır. Deyir ki, 1/3 hissəsi su ilə dolu olan bidona tili 5 sm olan kub şəkilli qabla 4 dəfə su tökdülər. Və bidonun 4/3 hissəsi dolmuş oldu. Qabın həcmi bidonun həcmindən neçə santimetr kub azdır? Birincisi, əgər kubdan söhbət gedirsə, bu zaman biz kubun həcmini tapmalıyıq. Kubun da həcmini tapanda V bərabərdir A kub. Əgər 500-sə 5-in kubu olacaq neçə? 125. Tili 5 santimetrin kub şəkilli qabla 4 dəfə tökübsə 125-i də vurmalıyıq 4-ə. Bu bizə neçə verir? Və nəticə nəyə bərabər oldu? 500-ə. 500. Deməli 500 santimetr kub su tökülüb. Yəni qabla su tökülüb. İkinci bir şərt. Bizə deyir ki, indi baxaq. 1/3 su ilə doluydu. Üzərinə 500 santimetr kub gəldik. Və nəticə nəyə bərabər oldu? 4/3-ə. Biz o zaman 4/3-dən 3/1-i çıxacağıq. 4/1-dən də 3/1-i çıxanda ortaq məxrəc 12 gətiririk. Olur 12-də
5. 12-də 5 hissəsi, 12-də 5 hissəsi 500 olan ədədi tapırıq. 500'ü bölürük 5'ə 100. 12'yə vursaq x olur 1200 santimetr kub. Aha, indi qabın həcmi oldu 1200. 1200. Qabın həcmi bidonun həcmindən neçə santimetr azdır? Onu istəyir bizdən. Hər ikisi bizə məlumdur. Və aradakı fərqi tapacağıq. Deməli, bidonun həcmi 1200 santimetr kub. Amma demək qabın həcmi nə qədər? Tili 5-dirsə kub şəkilli qab nə qədər oldu? 125. Aradakı fərq 1075 santimetr kub. Doğru cavab olacaq D variantı. Növbəti sual 13 nömrəli sualdır. Deyir bir hovuzu 3 borusu ilə doldurur. Birinci və ikinci boru birlikdə hovuzu 12 saata, birinci və üçüncü boru birlikdə 15 saata, ikinci və üçüncü boru birlikdə 20 saata doldura bilər. Bu 3 boru eyni zamanda işlədikdə hovuz neçə saata dolar? Bu tiplərdə, yəni 1 ilə 2-nin birgə gücü nə qədər olur? 12. 12 saata doldurur. Sonra 1 ilə 3'ün birlikdə gücü olur 15. 2 ilə də 3'ün cəmi olur neçə? 20. Hə, biz bunu belə yaza bilərik. 12-də 1, üzərinə 15-də 1, üzərinə 20-də 1. Bərabərdir 1 bölünsün x-a. İkinci qayda nədir? Və nəticə olaraq ortaq bölən nə tapa bilərik? 60. Buranı 5'ə vuracağım. Buranı 4'ə. Buranı isə 6'ya. Bərabərdir 1 bölünsün x-ə. X də bərabərdir 60'ı nəyə böləcək? 15'ə. 60'ı 15'ə böləndə 4. Amma qoşalıq olduğuna görə aldığımız nəticəni sonda 2'yə vurmalıyıq. 8. Deməli 8 saata doldura bilərlər. Keçək növbəti suala. Deyir ki, 4'ü 28'dən az olmamaqla 6 fərqli 2 rəqəmli natural ədədin cəmi 151'dir. Bu ədədlərdən ən böyük, ən çox neçə ola bilər? Gəlin baxaq. 1 ədəd, 2, 3, 4, 5, 6 ədəd. 4'ü 28'dən az olmamaq şərti ilə. Baxaq. Məsələn, 28 götürərəm biri. 29 götürərəm, 30 götürərəm, fərqli dediyinə görə. Biri x götürəcəm. Onsuz alacağımız sondakı ədəd ən böyük çıxacaq. İki rəqəmli ədədlərdən söhbət getdiyinə görə buranı 10 götürə bilərəm, buranı da 11 götürərəm. Və bunun nəticəsini 151'dən çıxarıq. 28, 29, 30, 10, 11'in cəmi bizə neçə verir? 108. 108'in üzərinə x gəlsə bərabər olacaq neçə? 151'ə. X də bərabərdir. 151'dən 108'i çıxsaq qalacaq 43. Doğru cavabımız olar C variantı. Növbəti sualımız 15 nömrəli sualdır. 360 bölünsün x plus 5 çıx 3 böl 2 üzərinə 30 böl 6 üzərinə 9 bərabərdir 20. Sondan başlayacaq bu tənliklərdə. 20'dən 9 çıxsam 11. 6'ya vursam 66. Mötərizə açılacaq. 66'dan 30 çıxsam 36 qalacaq. 360'ı 36'ya bölsəm 10 qalacaq. 10'u 2'yə vursam 20. 20'nin üstünə 3 gəlsəm 23 və x plus 5 bərabərdir 23'ə. X də bərabərdir 18'ə. 18'in də rəqəmləri cəmi neçə eləyəcək? Hasilini istəyir. Hasilini olacaq 8. Doğru cavab E variantında qeyd olunub. Növbəti bir sual. Deyir ki, tərbiyəçi bağçaya hədiyyə edilən rəngli kağızları 30 uşaq arasında bərabər paylamalı idi. Uşaqlardan 4'ü bağçada olmadığına görə hər uşağa verilən kağız sayı 6 vahid çox oldu.
əvvəlcə hər bir uşağa neçə rəngli kağız verilməli idi. Burada biz neçə kağızın verilməyini bilmirik. X kağız verəcək, amma şagird sayı bağçadakı 30-dur. Əgər 30 dənə şagirdə X-dən versə 30X olacaq. Şagirdlərdən 4'ü gəlməsə yerdə qalacaq 26 şagird. Hər bir şagirdə neçə dənə artıq düşəcək? 6 dənə. Oldu tənlik. 30x bərabərdir 26x plus 156'ya. 4x bərabərdir 156'ya. X də bərabərdir 39'a. Biz 39 demişdik kağızların sayın və 39 da X demişdik. X də tapdıq 39. Doğru cavab olacaq B variantında. Növbəti bir sual. Sistem tənliyi ilə həll olunan bir sual tipidir. Deyir 4 dəftər 9 kitab 67 manatdır. 3 dəftər 7 kitab isə 52 manatdır. 1 dəftər 1 kitab birlikdə neçəyədir? Yazıram 4 dəftər üzərinə 9 kitab bərabərdir 67'yə. 3 dəftər üzərinə 7 kitab bərabərdir 52'yə. Bunu yaxşı olar ki, hər tərəfin bərabərləşdirək 63'ə. 63'ə bərabərləşdirsək, o zaman yuxarını 7'yə vuracam, aşağını 9'a vuracam. Olar 28 dəftər üzərinə 63 kitab bərabərdir 469'a. Aşağı isə olacaq neçə? 9'a vuracam. 27 dəftər üzərinə 63 kitab bərabərdir 468'ə. Və buradan tərəf silsəm, bunlar gedir. 28'dən də 27 çıxsam, 1 dəftər bərabərdir 469'dan 468 çıxsam 1 manat qalır. Dəftərin qiyməti 1 manatdır. İndi daha bu tənliyi silsəm, 4 dəftər 4 manat edər. Üzərinə 9 kitab bərabərdir 67 manat. 9 kitab bərabərdir 63 manat. Kitab da bərabərdir 7 manat. Dəftər 1 manat, kitab 7 manat. Üzərinə gəlsə birlikdə 8 manat olacaq. Doğru cavab E variantında qeyd olunur. Növbəti sualımız 18 nömrəli sualdır. Elvin əvvəlcə kitabın 5də birini, sonra isə qalanın 8də 3 hissəsini, daha sonra qalanın 4də birini oxuyur və kitabın oxunmamış 150 səhifəsi qalır. Kitab neçə səhifədən ibarətdir? Deməli, əgər ki bu adam 5də birini oxuyubsa, 5də 4'ü qalıb. 8də 3'ünü oxuyubsa, 8də 5'i qalıb. 4də birini oxuyubsa, 4də 3'ü qalıb. Və nəticə nəyə bərabərdir? 150'də qalandır. Bu 4 ilə bu 4 gedir, 5 ilə 5 gedir, qalır 8'də 3 hissəsi 150 olan ədəd. X də bərabər 150'ni 3'ə bölsəm, deməli olacaq 50, 50'ni də 8'ə vursam 400. Doğru cavabımız olacaq E variantı. Keçək növbəti sualımıza. 19 nömrəli sualdır. 9A, 9 kiçikdir A plus 5, kiçikdir bərabərdir 16. 18 kiçikdir bərabərdir 3B plus 3, kiçikdir 27 olduqda 7A minus 4B ifadəsinin ən böyük qiymətini tapın. A və B natural ədədlərdir. Birinci A'nın qiymətlərini tapaq. Hər tərəfdən 5 çıxsaq, 4 kiçikdir A'dan, A da kiçikdir bərabərdir 11'dən. A'nın yerinə biz maksimum elə 11 götürə bilərik. Bu ifadədə isə hər tərəfdən 3 çıxsaq, qalacaq 15 kiçikdir bərabərdir 3B'yə, o da kiçikdir 27'dən. 27'dən 3 çıxsaq 24. Hər tərəfi 3'ə bölsək, 5 kiçikdir bərabərdir B-yə, o da kiçikdir 8'dən.
B-nin yerinə ən kiçik götürməliyəm. A-nın yerinə ən böyük, çünki ifadəm böyük qiymət alsın. Elə 5-i götürə bilərəm. İfadənin yerinə yazsam, 7-ni vuracam 11-ə, üzərin çıxacam nəyi? 4-ü vuracam 5-ə. 77-dən də 20-ni çıxsaq, 55 qalacaq. Doğru cavab E variantı. Növbəti sual. 20 nömrəli sualdır. Deyir ki, 3136 ədədinə A ədədini toplasaq, təkliklərin sayı 2 vahid, yüzlüklərin sayı 3 vahid artar. Onluqların sayı isə 3 vahid azalar. A ədədinin rəqəmləri cəmini tapın. Deməli, 3136 ədədinin üzərinə A-nı gəlsəm, nə baş verəcək? Toplasaq, təkliklərin sayı 2 vahid, yüzlüklərin sayı 3 vahid artar. 2-nin təkliyi vahidi 2 vahid artsa olur 8. Yüzlüyü artacaq nə qədər olacaq? Olacaq 4. Onluğu isə 3 vahid azalarsa, 3-dən 3 çıxanda 0 qalır. Minlik toxunulmur. İndi ədədimiz oldu neçə? 3408. 3408-dən əvvəlki 3136-nı çıxsaq, aradakı fərq bizə verəcək 272. Bu nəyə bərabərdir? A-ya bərabərdir. A-nın da rəqəmləri cəmini istəyir. 2 plus 7 plus 2. 9 da 2, 11. Doğru cavab olacaq 11. E variantında qeyd olunub. Suallarımız bu qədər. Sağ olun. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.